Havaların isinməsi ilə əlaqədar mağazalarda dondurma satışında canlanma müşahidə edilir. İstənilən mağazada müxtəlif çeşidlərdə, müxtəlif ölkə istehsalı olan dondurmalar satılır. Lakin həmin qida məhsulunun ləzzəti qədər təhlükələri də var. Belə ki, bəzi hallarda insanlar iş bazarlarının hilələri ilə qarşılaşırlar. Daha dəqiq desək, dondurmaların üzərində istehsal və son istifadə tarixi qeyd olunmur. Apardığımız sorğudan da ortaya çıxır ki, əksər vətəndaşlar dondurma alarkən onun istifadə müddətinə fikir vermirlər. Diqqətsiz olur. Deyilir ki, yəqin ki, vaxtı keçməmiş olardı. Çox da üstünlük vermirik onlara. Yox. Niyə? Mən baxmıram. Baxıram çünki tarixinə baxmasaq soyuq keçmiş ola bilər və hər insan zəhərlənə bilər də ona elə. Mütəxəssislər xüsusilə bir məqama diqqət çəkirlər. Qeyd edirlər ki, insanlar dondurma alarkən onun istifadə müddəti ilə yanaşı kağızına da nəzər yetirməlidirlər. Əgər dondurmanın üzlüyü əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Çünki bu, dondurmanın bir dəfə əridikdən sonra yenidən dondurulduğunun əyani göstəricisidir. Mütləq şəkildə saxlama şəraitinə uyğun şəkildə olması onun tamlığının, paketinin tamlığının pozulmaması ilə göstərilir. -18 dərəcə ondan daha soyuq temperaturda saxlanılarsa, bu zaman son istifadə tarixinə qədər istifadə etmək olar. Yaxşı olar ki, uşaqlara 1 yaşına qədər dondurulma verilməsin. Çünki bu zaman onlarda həzm sistemi tam formalaşmadığına görə allergiyaya və bir çox boğaz ağrısı və digər xəstəliklərə səbəb ola bilər. Dondurma zəhərlənməsi daha çox uşaqlar, yaşlılar və hamilə qadınlar arasında özünü göstərir. Qida məhsulunun tərkibində süd köhnəlmiş, tərkibi pozulmuş, bakteriya və infeksiyalı olduqda bu insan orqanizmi üçün bir çox problemlər yaradır. Bu var isə insana demişəm, qida zəhərlənmələri bağırsaq pozuntularına qədər gətirib çıxarda bilər. Hətta o qədər ciddi şəkildə mədə-bağırsaq sıxıntıları ortaya çıxar ki, bir insana çoxlu bulantı, qusma, ishal olarsa, hətta böyrək çatışmazlığı və multiorqan çatışmazlığına qədər gətirib çıxarda bilər. Bəzi infeksiyalar isə həddindən artıq dozası yüksək olduğunda bu zaman daha ciddi zəhərlənmə halları ortaya çıxa bilər. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qida təhlükəsizliyi haqqında qanuna uyğun olaraq qida məhsullarının etiketlənməsinə dair tələblər müəyyən edilib. Bu tələblərə əsasən məhsulun tərkibi və istehsal tarixi barədə dolğun məlumatlar qeyd olunmalı. Məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir. Agentliyin müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı qida məhsullarının etiketlənməsinə dair tələblərə riayət edilməsi vəziyyəti yoxlanılır. Uyğunsuzluq aşkar edildiyi təqdirdə həmin qida məhsullarının satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilir. Eyni zamanda həmin qida məhsullarının etiketlənməsi ilə bağlı pozuntular aradan qaldırıldıqdan sonra yenidən satışına icazə verilir. Qeyd edək ki, vətəndaşlar tərəfindən etiketlənmə ilə bağlı tələblərin pozulması halları aşkarlandıqda istehlakçı kimi satıcıdan və ya satış şəbəkəsinin səlahiyyətlisi hüququnu tələb etməlidirlər. Eyni zamanda bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə zəng edə bilərlər.